Amerika Birleşmiş Ştatları İsrail cütlüyünün bu il fevralın 28'inde başlayan hücumu nəticəsində İran özünün bir çox önəmli siyasi və hərbi rəhbərlərini itirdi. Amma bu itkilər arasında xüsusən 2 nəfərin ölümü xeyli suallar doğurdu. Söhbət İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və ölkənin keçmiş xarici işlər naziri, xarici əlaqələr üzrə strateji şuranın sədri Kamal Xərrazinin həlak olmasından gedir. Bu günlərdə sonuncunun qardaşı oğlu, İranın Fransadakı keçmiş səfiri Sadiq Xərrazinin əmisinin ölümü ilə bağlı verdiyi qalmaqallı açıqlama həmin sualları və şübhələri yenidən gündəmə gətirdi. Xatırladaq ki, Kamal Xərrazinin Tehrandakı evi aprelin 1-də İsrail və ABŞ ilə İran arasında atəşkəs əldə olunmasından bir həftə əvvəl hava hücumuna məruz qalıb. Ölkənin ən məşhur diplomatlarından biri və uzun illər İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin baş müşaviri olan Kamal Xərrazi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə bombardman zamanı həlak olub. İran mediası bir həftə sonra, aprelin 9-da 81 yaşlı Kamal Xərrazinin aldığı yaralar nəticəsində xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb. Yarımrəsmi Mehr İnformasiya Agentliyi Xərrazinin evinə hücumu Amerika və Siyonist düşmən tərəfindən törədilmiş terror aktı adlandırıb. Bundan belə nə İsrail, nə də ABŞ bir çox digər hallardan fərqli olaraq Xərrazini hədəfə aldığını açıq şəkildə bildirməyib. Hadisədən təxminən 3 ay sonra ölkədə yetərincə tanınmış siyasətçi və diplomat olan Sadiq Xərrazi Tehran bələdiyyəsinə bağlı Həmşəhri qəzetinə müsahibəsində bildirib ki, əmisi heç də aldığı yaralardan ölməyib, xəstəxanada sağalmağa doğru gedərkən qətlə yetirilib. Keçmiş səfir iddia edib ki, xarici kəşfiyyat xidmətlərindən biri hadisədən əvvəl İran hakimiyyətinin müalicə prosesinə qarşı sabotaj hazırlığı barədə xəbərdar etmişdi. Xərrazi bildirib ki, xəstəxanada əmisinin vəziyyəti yaxşılaşmağa doğru gedirmiş. Lakin onun ümumi şöbəyə köçürülməsi kobud səhv olub. O iddia edib ki, İranın sabiq xarici işlər naziri nəfəs yolu ilə hədəfə alınıb. Onun sözlərinə görə ölümə səbəb olan zəhərli maddə şöbənin havalandırma sistemi vasitəsilə əmisinin tənəffüs yollarına daxil olub. Başqa sözlə, məşhur İran diplomatı bioloji terrorun qurbanı olub. Lakin ertəsi gün İranın Səhiyyə Nazirliyi bu versiyanı rədd edərək bir daha bəyan edib ki, Kamal Xərrazi raket hücumu zamanı aldığı xəsarətlər nəticəsində vəfat edib. Nazirlik Sadiq Xərrazinin adını və iddialarını birbaşa qeyd etmədən Tehranın Şühadəyi Təcriş xəstəxanasının tam və rəsmi hesabatını yayımlayıb. Hesabatda bildirilir ki, Kamal Xərrazi raket hücumu nəticəsində aldığı yanıq xəsarətləri və partlayış dalğasının törətdiyi travmalar səbəbindən xəstəxanaya qəbul olunub. O, aşağı qan təzyiqi və yüksək ürək döyüntüsü ilə xəstəxanaya çatdırılıb və bu səbəbdən təcili reanimasiya tədbirləri həyata keçirilib. Daha sonra o, reanimasiya şöbəsinə köçürülüb. Burada onun xüsusilə sol ağciyərində ciddi zədələnmə yaranıb və sonradan vəziyyəti bakteriyal infeksiyanın inkişaf etməsi nəticəsində daha da ağırlaşıb. Hesabatda qeyd olunur ki, sonraki günlərdə ağciyərlər və böyrəklər daxil olmaqla bir neçə orqanın fəaliyyətində çatışmazlıq əlamətləri meydana çıxıb. Keçmiş nazir aprelin 9-u axşam saatlarında vəfat edib. Əslində nə baş verməsindən asılı olmayaraq, İranlı analitiklər hesab edirlər ki, bu hadisə İran İslam Respublikasında mövcud olan ciddi təhlükəsizlik zəifliklərini üzə çıxarıb. Tanınmış tədqiqatçı və siyasi şərhçi Ehsan Təğaddosi bildirib ki, əgər Kamal Xərrazinin xəstəxanada öldürüldüyü barədə deyilənlər doğru olarsa, bu hadisə siyasi hakimiyyət daxilində İranın nüvə doktrinasının dəyişdirilməsini dəstəkləyən şəxslərin məqsədli şəkildə aradan qaldırılması əməliyyatının bir hissəsi kimi qiymətləndirilməlidir. Təğaddosi Kamal Xərrazinin ölümünü bu il martın 17-sində İsrail tərəfindən öldürüldüyü bildirilən Əli Laricaninin ölümü ilə əlaqələndirib. Onun sözlərinə görə hər iki şəxs İranın nüvə siyasətinə rəsmi şəkildə yenidən baxmağa və onu atom silahı istiqamətinə yönəldə biləcək nadir fiqurlar idi. Jurnalist və analitik Kambiz Qəfuri isə daha sərt mövqe sərgiləyərək X platformasında yazıb. İran İslam Respublikasının təhlükəsizlik sahəsindəki zəifliyi hakimiyyətə hərbi zəiflikdən qat-qat ağır zərbə vurub. Qeyd edək ki, Kamal Xərrazi İran İslam Respublikasının ən təcrübəli diplomatlarından biri idi və onun siyasi fəaliyyəti təxminən 5-10 illiyi əhatə edirdi. 1944-cü ildə anadan olmuş Xərrazi təhsilinin bir hissəsini ABŞ-də almışdı və bu təcrübə sonradan onun qərblə münasibətlərə praqmatik yanaşmasının formalaşmasına təsir göstərmişdi. Onun barəsində inqilabdan sonra ABŞ-nin Tehrandakı səfirliyinin ələ keçirilmiş məxfi sənədlərində ayrıca bəhs olunması da təsadüfi deyil. Xərrazi 1989
2005-1997-ci illərdə İranın BMT-də daimi nümayəndəsi olub. 1997-2005-ci illərdə isə islahatçı prezident Məhəmməd Xatəminin hökumətində Xarici İşlər Naziri vəzifəsini tutub. Həmin dövrdə İranın nüvə proqramı Qərblə münasibətlərdə əsas mübahisə mövzusuna çevrilmişdi. Məhz Kamal Xərrazi təklif etmişdi ki, nüvə dosyesi siyasi çəkişmələrdən uzaq saxlanılması üçün Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə idarə olunsun. Hökumətdən ayrıldıqdan sonra o, İran ali rəhbərinin ofisinə bağlı xarici əlaqələr üzrə strateji şuraya rəhbərlik edib. Eyni zamanda ali rəhbərin baş müşavirlərindən biri kimi fəaliyyət göstərib. Xərrazi nəslinin Xameneyi ailəsi ilə qohumluq əlaqəsi də Əli Xameneyinin ona xüsusi etimadını şərtləndirən amillərdən biri olub. Belə ki, Xərrazinin qardaşı qızı Xameneyinin oğlu Məsudun həyat yoldaşıdır. Son illər Kamal Xərrazi bir neçə dəfə nüvə silahı məsələsinə toxunaraq demişdi ki, İran atom bombası hazırlamaq üçün texniki imkanlara malikdir. Lakin bunu etməmək qərarına gəlib. O daha sonra xəbərdarlıq etmişdi ki, əgər İran mövcudluq təhlükəsi ilə üzləşərsə, öz nüvə doktrinasına yenidən baxa bilər. Xərrazi həmişə uranın zənginləşdirilməsinin tam dayandırılmasına qarşı çıxır və bunu müzakirə mövzusu hesab etmirdi. Görünür, məhz bu mövqeyinə və İran xarici siyasətinə ciddi təsirinə görə o, Amerika Birləşmiş Ştatları ilə gözlənilən danışıqlar ərəfəsində aradan götürülüb. Ümumiyyətlə, son illər ərzində İsrailə aid edilən çoxsaylı sui-qəsdlər İranın əks kəşfiyyat və təhlükəsizlik qurumlarının effektivliyi ilə bağlı ciddi suallar doğurub. Kamal Xərrazinin həqiqətən xəstəxanada öldürülüb-öldürülməməsindən asılı olmayaraq, təkcə bu ehtimalın geniş müzakirə olunması belə, cəmiyyətdə İran hakimiyyətinin ölkə daxilində yüksək vəzifəli şəxsləri qorumaq qabiliyyətinə dərin etimadsızlığın mövcud olduğunu göstərməkdədir.